Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Bugündən sizlərlə birlikdə coğrafiya dərslərinə başlayacağıq. Coğrafiya sözünün mənası. Coğrafiya sözünü elmə ilk dəfə Eratosfen gətirmişdir. O coğrafiya adında kitab yazmışdı, geografiya adında. Coğrafiya sözünün mənası geo yer, qrafu çəkirəm mənasını verir. Yeri təsvir edirəm, yeri çəkirəm mənasını verir. Eratosfen özü eramızdan əvvəl 3-cü əsrdə yaşamışdır. Eratosfenin kitabı 2 hissədən ibarət idi. Bu kitablar ümumi coğrafiya və ölkəşünaslıq olaraq 2 hissəyə bölünürdü. Həmçinin Eratosfen dünyada ilk dəfə coğrafiya xəritəsini tərtib etmiş, çəkmiş şəxsdir. Eyni zamanda yerin ölçülərini hesablamış şəxs olaraq tarixə keçmişdir. Buna görə də Eratosfenə coğrafiyanın atası da adlandırırlar. Yerin ölçülərini o vaxt necə hesablamışdı? Bu demək o Misirdən olan bir Misirli yazarın kitabını oxuyurdu. O kitabda qeyd olunur ki, iyun ayının 20-sində bizdə günəş elə bir yerdə dayanır ki, bizim kölgəmiz yerdə görünmür. Bu kitabı oxuyandan sonra Eratosfenə çox maraqlı gəlir və öz ölkəsində, yəni Yunanistanda bunu ölçür və görür ki, həqiqətən də iyunun 20-sində kölgəmiz görünür müəyyən qədər. Gedir Misirə, Misirdə ölçür, görür, görünmür bu kölgəmiz. Demək ki, yəni biz ona deyirik günəşin zenitdə olduğu nöqtə. Və bu yerin kürə formasında olmasını nəzərə alaraq yerin ölçülərini ölçməyə başlayır günəşin düşmə bucağı ilə. Və beləcə yerin ölçülərini hesablamış olur. Həmin ölçülər bugünkü ölçülərə, yəni daha dəqiq doğru ölçülərə ən yaxın ölçülər hesab edilir. Coğrafiyanın sahələri. Coğrafiya öz-özlüyündə də elə fiziki və iqtisadi coğrafiya olaraq 2 hissəyə ayrılır. Bunu Eratosfen bayaqda deyir ki, 2 hissəyə ayırmışdı. Ümumi coğrafiya və ölkəşünaslıq. Hazırda isə bu fiziki coğrafiya, iqtisadi coğrafiya kimi ayrılır. Ümumi coğrafiya, Eratosfenin ümumi coğrafiyası bizim indiki fiziki coğrafiyaya uyğun gəlir. İqtisadi coğrafiya isə Eratosfenin ölkəşünaslıq coğrafiyasına uyğun gəlir. Bu iqtisadi coğrafiyanın digər adları da var. Sosial coğrafiya deyirlər, siyasi coğrafiya deyirlər, sosial-iqtisadi deyirlər və yaxud əhali coğrafiyası deyirlər buna. Amma hər biri əhali ilə bağlı olan coğrafiyadır, yəni iqtisadi coğrafiyadır. Fiziki coğrafiyanın da elə iqtisadi coğrafiyanın sahələri var. Bu sahələr də öz-özlüyündə 2 hissəyə ayrılırlar. Ənənəvi sahələr və yeni sahələr. Ənənəvi sahələr ta qədimdən bugünə qədər davam edən və yaxud da ki, müddət davam etmiş sahələrdir. Buna daxildir, məsələn, fiziki coğrafiyanın ənənəvi sahələrinə yerşünaslıq, geomorfologiya, iqlimşünaslıq, hidrologiya və s. daxildir. Amma yeni sahələr isə son dövrlərdə, son 200-300 il ərzində başlayıb və davam edən sahələr hesab olunur. Məsələn, yerşünaslıq ənənəvi sahədir, landşaftşünaslıq müasir yeni sahədir. Burada fərq nədir? Yerşünaslıq da yeri araşdırır, öyrənir. Landşaftşünaslıq da yeri araşdırır. Amma müasir qaydada, müasir formatda araşdırılırsa bu landşaftşünaslıqdır. Yerin formasının quruluşunu öyrənirsə, bu yerşünaslığın bir bölməsi olan geomorfologiyadır və ya yerşünaslığa daxil olan bir sahədir. Gəldik iqtisadi coğrafiya, ənənəvi sahələri ta qədimdən olmuş sənaye, kənd təsərrüfatı, nəqliyyat, sosial, yəni insanlarla bağlı əhali coğrafiyası və s. Amma yeni sahələrə planlaşdırma ilə bağlı, şəhər planlaşdırılması, ərazi planlaşdırılması, tibbi coğrafiya. Bir də bu diqqət eləsəz görərsiniz, yeni sahələrin hər ikisində, yəni iqtisadidə də, fizikidə də CIS var, yəni coğrafiya informasiya sistemləri. Bununla bağlı geniş məlumatı bundan sonraki mövzuda qeyd edəcəyik. Təbiətin mühafizəsi, ekologiya, fiziki coğrafiyanın yeni sahəsində burada qeyd olunur kitablarda. Amma müasir son dövrün kitablarında, dərsliklərdə, 6-cı sinif dərsliklərində elə biləm ki, ekologiya xüsusi sahə kimi, xüsusi bölmə kimi qeyd olunur. Yəni fiziki coğrafiya, iqtisadi coğrafiya, ekoloji coğrafiya və ya ekologiya kimi də qeyd edirlər. Onu fiziki coğrafiyanın bir bölməsi kimi əlavə etmirlər. Fiziki və iqtisadi coğrafiyanın qovşağında da bir sıra yeni sahələr yaranmışdır. Beləcə də ayıra bilərik. Bu daha aydın olsun deyə belə bir şəkil kimi qoymuşuq. Ənənəvi sahədə yerşünaslıq, ümumi qanuna uyğunluqları öyrənir yerin. Landşaftşünaslıq isə yeni sahə kimi qeyd olunur və bu da quruluşu, yerin quruluşunu və yerin dəyişməsini də öyrənir hətta. Və ekologiyanı da burada ekoloji coğrafiya kimi yeni sahə qeyd edirlər. Bu da landşaftşünaslığın alt bölməsi kimi burada qeyd olunub, amma son dövrdə dərsliklərində bu ekologiya, ekoloji coğrafiya xüsusi müstəqil bir sahə kimi qeyd olunur.
Fiziki keçdi iqtisadi coğrafyanın sahələrinə. İqtisadi coğrafyanın ənənəvi və yeni sahələri burada daha aydın qeyd olunur. Sənaye, kənd təsərrüfatı, əhali, nəqliyyat qədimdə olmuş sahələrdir. Bu günə qədər də davam edən sahələrdir həm də. Yeni sahələr isə qədimdə olmayan sahələr. Urbanizasiya, yəni şəhər əhalisinin sayının artırılması. Tibbi coğrafiya, yəni hansı ərazidə iqlimmi, təbiətimmi, insanlara necə təsirli sağlamlığına. Bununla bağlı son araşdırmalar var. Məsələn, şəhərlərin çirklənməsi ilə bağlı araşdırmalar aparılır. Bu dünyada ən çox çirklənmiş şəhər Pakistanın Lahor şəhəridir. Məsələn, bu araşdırma müasir dövrə aiddir. Qədimdə belə araşdırmalar olmayıb. Siyasi coğrafiya, ölkələrin münasibətləri və s. Turizm, rekreasiya, yəni əhalinin gəzməyi, turizmi. Bunlar da müasir sahəyə aiddir. İqtisadi coğrafiya, ümumilikdə iqtisadi coğrafiyanın bu termini ilk dəfə 1760-cı ildə Lomonosov, yəni Rus alimi Lomonosov tərəfindən istifadə edilmişdir. Onun adı ilə bağlıdır. Burada fiziki coğrafiyanın ənənəvi və yeni sahələrinin o başlıqlar ki var, onların izahları verilib ki, hansı ki sizə qaranlıq qalıb, burada baxa bilərsiniz, onu öyrənə bilərsiniz. Hər birini bir-bir oxumağa ehtiyac duymuram, özünüz oxuya bilərsiniz. Ehtiyac duyduğunuzu. Kitablarda da bu var. Bu da iqtisadi coğrafiyanın ənənəvi və yeni sahələrini. Burada elə mənalarını öyrənsəniz, bilərsiniz ki, yeni sahələr son dövrdə yaranmış elm sahələrinə aid olan və araşdırdığı biz bölmələrdir. Amma ənənəvilər isə ta qədimdən bu günə qədər davam edə bilən sahələrdir coğrafiyanın. Coğrafiyanın araşdırılması, əvvəlcə buradan başlayır. Coğrafiya elminin tədqiqat metodları. Coğrafiya elmi necə tədqiqat aparır, necə araşdırır? Kartografik metodla, yəni xəritələrlə, xəritələrin vasitəsilə öyrəniriksə, bu kartografik metod. Çöl tədqiqatı, yəni bir çamadanda havanın təzyiqini, temperaturunu və s. ölçən aparatları qoyuruq, gedirik ekspedisiya, bir əraziyə, orada araşdırmalar aparırıq. Bunu stasionar maşınlarla da etmək olur, orada daha böyük aparatlar olur. Bunlar çöl tədqiqatı hesab olunur. Tarixi metod, bura məsələn, Nil çayının tarixən dəyişməsini və ya coğrafi obyektlərin və ya hadisələrin müəyyən vaxt dövründə dəyişikliyini ölçür, təhlil edir. Bir də müqayisə metodu var, bu ənənəvidə. Yəni, ənənəvi qədimdən bu formatda davam edir coğrafiyanın tədqiqat metodları. Müqayisə metodunda, məsələn, iki səhranı götürürük. Bu səhranın ortaq, oxşar və fərqli cəhətlərini və yaxud da ki, eyni iqlim qurşağında olan fərqli landşaftın və yaxud da ki, iqlimin formalaşmasını müqayisə edirik. Müasir metod hansılardır? Müasir dövrdə coğrafiyanın metodları, tədqiqat metodları, araşdırma metodları riyazi statistikdir. Məsələn, coğrafi obyekt və hadisələrin kəmiyyət göstəricilərinin riyazi hesablamalarıdır. Bu, yağışın miqdarı ola bilər, əhali və s. artımı və s. Coğrafi modelləşdirmə, bildiyiniz kimi, dağın, dərənin, düzənin, okeanın dibinin və ya səma cisimlərinin modellər hazırlanır. Bunun üzərində araşdırmalar bu müasir metod hesab olunur. Coğrafi proqnozlaşdırma, proqnoz ümumiyyətlə müasir dövrə aid bir şeydir. Gələcək haqqında məlumatın verilməsi, hava haqqında məlumat da buna daxildir. Aerokosmik, yəni havadan çəkilmiş şəkillər, bu bildiyiniz kimi müasir aparatlar vasitəsilə baş verir. Bir də CIS gördüyünüz kimi, CIS-lə bağlı da burada yenidən məlumat verərək, CIS coğrafi informasiya sistemləridir. Müasir informasiyalar, texnologiyalar vasitəsilə coğrafi məlumatların toplanması və rəqəmsal xəritələrin tərtib edilməsi. Məlumatları yığırıq, tərtib edirik və proqrama ötürürük. Buradan da xəritələr tərtib edirik. Burada daha geniş və ya aydın şəkildə izah olunduğu üçün bu tərəfdən də baxa bilərik məsələyə. Kartografik metod, qədim ənənəvi tədqiqat metodları. Kartografik metod, xəritədən araşdırma, tarixi metod, gördüyünüz kimi 3 mərhələli, müqayisə metodu, məsələn, Venn diaqramı ilə qoyub müqayisə edə bilirik. Bir də çöl tədqiqat metodu. Daha sonra ənənəvi metodlara gördüyünüz kimi riyazi statistik altda göstərilib, statistikalardan araşdırmalar aparılması, coğrafi modelləşdirmə, burada gördüyünüz kimi sol tərəfdə dağın modeli göstərilib, yəni modelləşdirmə, bir də CIS və aerokosmik metodlar. Gördüyünüz kimi P2-dən çəkilmiş şəkillər və onların əsasında xəritələrin tərtib edilməsi. Bir də burada məlumat qeyd olunub ki, dünyada ilk dəfə CIS sözünü, elmini belə deyim, ortaya gətirən Kanadalı alim Roger Tomlinson olub 1960-cı illərdə. O, bu konseptual sənəd olaraq ortaya çıxartmışdı. Yəni, sənəd olaraq bunu ortaya çıxartmışdı. Araşdırmalar bundan sonra davam eləmişdi. Belə, uğurlar olsun hər birinizə.